Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Putindən şok addım, Azərbaycanla münaqişə riski. Ermənistan nə edəcək? İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur. Kreml kimə yaşıl işıq yandıracaq? Bölgədə vəziyyət dəyişir. Ermənistanın Azərbaycan irsinə qarşı davam edən vandalizmi. Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. Torpaqlarımızın azad edilməsindən sonra bu vandalizm bütün çılpaqlığı ilə ortaya çıxdı. Şəhərlər, yaşayış məntəqələri yer üzündən silinib, maddi, mədəni və dini irsimiz məhv edilib. Azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə dağıdılıb, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta Azərbaycanlılara məxsus qəbirdə cəsədlərin qızıl dişləri çıxarılıb. Siyasi şərhçi Asif Nərmanlı bildirir ki, işğal dövründə ərazilərin geniş miqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib. Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib. Həmçinin bu rayondakı bütün qəbristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qəndvənd qəbristanlığında 18-ci əsrə aid müqəddəs məzarlar və şəhərdəki şəhidlər xiyabanı da var. Məscidlər tövləyə çevrilib, donuz və ya inək saxlamaq üçün istifadə olunub. İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənistanın dağıtdığı qəbristanlıqların sayı 900-dən çoxdur. Yuxarı və aşağı Gövhərağa, Saatlı, Cümə, Ağoğlan, Gəncəsər məscidləri, Xudavəng monastırı erməniləşdirilib, tarixini məhv ediblər. Bu faktlar Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında da öz əksini tapır. Hesabatda qeyd olunurdu ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbristanlığı talan edilib, dağıdılıb və təhqir olunub. Azərbaycanın maddi-mənəvi irsinə qarşı erməni vandalizmi təkcə işğal altındakı ərazilərdə yox, Ermənistan dövlətinin yerləşdiyi ərazilərdə də həyata keçirilib. İrəvanda yüzlərlə məscid və digər dini abidə mövcud olub, lakin onlardan bugünə yalnız Göy məscid qalıb. Həmin məscid də İran tərəfindən farslaşdırılıb. Abbas Mirzə məscidi, Əxi Təvəkkül Zaviyəsi, Ərgəz, Dəmirbulaq, Xudabəndə, Hacı Səfərbəy, Novruzəli bəy, Rəcəb Paşa, Sərdar, Şah Abbas, Şükürbəyli, Təpəbaşı, Zalhan məscidləri, Aşıq Ələsgərin qəbrüstü abidəsi, İrəvan qalası, Pir Hüseynin türbəsi və yüzlərlə digər dini mədəni abidələr darmadağın edilib. Azərbaycanın tarixi irsindən əsər-əlamət qalmayıb, ya dağıdılıb, ya da erməniləşdirilib. Erməni abidələri kimi təqdim olunan məbədlər isə Alman tarixinin nümunələridir. Misal üçün Ağoğlan, Amaraz, Xatıravanq, Qansasar, Xudavəng monastırları erməniləşdirilib. Ermənistan tərəfindən Azərbaycana qarşı vandalizm tarix boyu davam edib. Əsas məqsəd Azərbaycan xalqının tarixi izlərini silmək, ərazi iddialarını əsaslandırmaq üçün uydurma tarix düzəltmək olub. Bu siyasət işğal dövründə Qarabağda və ətraf bölgələrdə 30 ilə yaxın davam etdirildi. Azərbaycan torpaqlarını azad etdikdən sonra vandalizmə son qoyuldu. Bugün Ermənistanın yerləşdiyi tarixi Azərbaycan torpaqlarında tarixi irsimizə qarşı vandalizm hələ də davam edir. Ermənilərin paytaxt kimi istifadə etdiyi İrəvan şəhərini məhv edilən mədəniyyətin nümunəsi adlandırmaq olar. Çünki şəhərdə Azərbaycan xalqının izlərinin silinməsi məqsədi ilə böyük saxtakarlıqlar həyata keçirilib. Ermənistanın Azərbaycan tarixinə, maddi-mənəvi irsinə qarşı törətdiyi və bu gün də davam edən vandalizmi təkcə fiziki dağıntı deyil, həm də mənəvi təhqirdir. Dünya bu fakt qarşısında susmamalıdır. Erməni xalqı iyunun 7-sində keçiriləcək parlament seçkilərində bir neçə vacib suala cavab verəcək. İlk növbədə hansı istiqamətlə getmək istədiklərinə dair. Telegraf xəbər verir ki, bunu erməni politoloq Arek Koçenyan deyib. Baş nazir Nikol Paşinyanın üçbaşlı müharibə koalisiyasının hakimiyyətə gəlməsinin Azərbaycan və Ermənistan arasında yeni müharibəyə səbəb olacağı fikri doğrudur, o bildirib. Ekspert bu qüvvələrin Rusiyaya bağlı olduğunu söyləyib.
Koçinyan qeyd edib ki, Ermənistan hakimiyyətinə iddialı radikal müxalifətinin məqsədi ölkəni yenidən Rusiyanın əyalətinə çevirməkdir. Vaxtilə Serj Sarkisyan qorxa-qorxa Moskvaya gedərək Avrasiya İqtisadi Birliyinə qoşulduğumuzu bəyan etmişdi. Onlar bugün də bizi bir ölkə və dövlət olaraq yox, əyalət və forpost kimi görürlər. Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə baş verənlərə toxunan Koçinyan vurğulayıb. Putin onlar bizim adamlarımızdır deyəndə buradakı tərəfdaşlarını ifşa etdi. Putinin dəstəklədiyi hər kəs siyasi meyitə çevrilir. O, Karapetyanları məhv etdi. Ümumiyyətlə, Rusiyanın təbliğat maşını kiməsə hücum edəndə bu çarın nəyisə bəyənmədiyi anlamına gəlir. Xatırladaq ki, Arek Koçinyan üçbaşlı müharibə koalisiyası dedikdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu Ermənistan bloku, Rusiyalı oliqarx Samvel Karapetyanın güclü Ermənistan və Qaqik Sakokyanın çiçəklənən Ermənistan partiyalarının seçki ittifaqını nəzərdə tutur. Rusiya Erməniləri İttifaqının rəhbərliyi uğrunda mübarizə gedir. İttifaqın rəhbəri Ara Abyamyan postundan uzaqlaşdırılacaq. Hazırda onun yerini kimin tutacağı müzakirə mövzularından biridir. Namizədlərdən biri kimi Viktor Sagomanyanın adı çəkilir. Hraparak nəşrinin əldə etdiyi məlumata görə Ermənistanın keçmiş prezidenti Robert Köçəryana yaxınlığı ilə seçilən Sagomanyanın namizədliyi Rusiya tərəfindən qəbul olunmayıb. Rusiya tərəfi bunu siyasi baxışları olan şəxs bu vəzifəni tuta bilməz arqumenti ilə əsaslandırıb. Qeyd olunub ki, bütün qruplarla işləyə bilməsi üçün ittifaqa siyasətdən kənar şəxs rəhbərlik etməlidir. Nəşr qeyd edib ki, Rusiya yeparxiyasının primatı Erzas Nersesyan bu məsələdə fəal iştirak edir. Çünki onun öz namizədi var və Ara Abyamyanın kürsüsünə yiyələnmək niyyətindədir. Məlumatlara görə o, namizədini aprelin 24-ü qondarma erməni soyqırımının ildönümünə həsr olunmuş tədbirdə elan edəcək. Nəşr yazır. İranda hökumətə dəstək verən qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur. Bu barədə Mehr Agentliyi məlumat yayıb. Məlumata görə indiyə kimi ümumilikdə 2000-ə yaxın qadın İrana Can Fəda adlı kampaniya çərçivəsində bu prosesə qoşulub. Onlara əsas müdafiə və təhlükəsizlik vərdişləri öyrədilib. Qadınlarla bağlı bu addım ölkədə birmənalı qarşılanmır və narazılıqlara səbəb olub.